Dayının köməyinə gedən bacı oğlunu maşın vuraraq öldürüb. Masallıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistralının 131 kilometrliyində Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Lirik rayon Pirasora kənd sakini 66 yaşlı Teyyub Bağırov idarə elədiyi Nissan X-Trail markalı minik avtomobili ilə hərəkətdə olarkən Bakı şəhər Binə qəsəbə sakini piyada 28 yaşlı Elçin Mustafayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mən öz yolumla gəlirdim. Gördüm maşın dayanıb, biraz verdim də ki, maşından keçirəm. Düz maşının qabağında bu riski nətər özləri belə gəldilər, bilmədim. Riski deyil. Özünüz hardan gəlib hara gəlsiniz? Özüm şəhərdən gəlirəm, Lerikə kəndə gedirəm. Uşaqlar orada dərs deyirlər. Sabah axırıncı zvanokdur. Uşağı gətirməyə getdim. Heç mən sürətlə də gəlmirdim. 100-110 gəlirdim. Çox yox. Ha, yavaş-yavaş. Bugün yavaş-yavaş gəldim. Evdən çıxmışam, həmişə çıxırdım. 2 saat olurdum Lənkəranda. 8-in yarısı çıxmışam, hadisə nə olub? 3 saata yaxındır. Halbuki mən Lerik'in yolunda olmalıydım. Əraziyə aidiyyatı qurumların nümayəndələri cəlb olunub. Meyit ərazidən götürülüb. Daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Qeyd eləyək ki, hadisə nəticəsində ölən Elçin Mustafayevin dayısının maşını xarab olaraq yolda qalıb. O dayısının maşınını düzəltmək üçün köməyə gedib. Faktla bağlı araşdırma aparılır.